Manaf Ağayev bir müsahibə verib. Mən bunu niyə oxuyuram? Həqiqətən xoşum gəldi Manafın bu sözlərindən. Ona görə istədim ki, Manaf Ağayevin bu fikirlərini mən sizin diqqətinizə çatdırım. Deyək, kişi deyilən bir söz var. Adam sonradan kişi olmur. Anadan doğulanda kişisənsə kişisən. Amma sonradan bu olmur. Bugün baxıram ki, cəmiyyətdə pulun olsun, kişilikdən xəbərin olmasın, hamı sənin yanında olur. Əksəriyyəti belədir. Məni heç kim pulla təəccübləndirə bilməz. Yəni pulum çoxdur. Amma məni quru bir söz və ya bir fincan çayla mənim əlimdən hər şeyimi almaq olar. Sənətçi bildirir ki, dəfələrlə onu əl tutuq insanlar aldadıb. Görürəm ki, məni çox istəyir. Mənə diqqət ayırır. Bir sözlə, insanlığı ilə. Elə belə də olur. O qədər rayondan bir və ya iki dəfə yanıma gəlib 10 ədəd yumurta, 2 ədəd sopa gətirib sonra da mənə 200 min pul ver deyib gedənlər olub ki. Görmüşəm ki, yumurtanın biri mənə 1000 dollara başa gəlir. Pulu alandan sonra qaçıb gedirlər. Belə şeylər cəmiyyətdə çoxdur. Baxıb görürəm ki, kişilikdən xəbərləri yoxdur, amma pulları var. Ətrafına o adamları da puluna görə yığıb. Pulu olmasa heç kim yanında olmayacaq. Amma bu şeylərin mənə dəxlisi yoxdur. Manaf Ağayev xalq artistinin barəsində də danışıb. Deyir ki, bir dəfə Dilarə Dirəliyeva mənə dedi ki, harada yas var, toy var, bir sıxıntı var. Mənə bu dəvət elədiyim sizin camiyədəki insanlar deyir ki, Manaf oradadır. Bu şeylər səni yormur. Cavab verir ki, yorur. Bəzən görürsən ki, vaxt olmur, gedə bilmirsən, amma əziyyət çəkirsən. Amma bir şey bilirəm ki, dünyamı nə zamansa dəyişsəm, həyatımda insan əlindən yeri olmayacaq. Amma mən xalq artisti tanıyıram ki, onu dəfn etməyə adam tapılmadı. Cəmi 10-13 nəfər insan onun dəfnində oldu. Ayıbdır deyə o xalq artistinin adını çəkmirəm. Amma əminəm ki, hamı bir ağızdan söyləyəcək ki, Manaf hamıya kömək edib. Bəli, mən heç zaman özüm üçün yaşamadım. Bunu məni tanıyanlar çox gözəl anlayırlar. Azərbaycanın xalq artisti öldü, yerdən götürməyə cəmi 5-6 adam gəldi. Söhbət bundan gedir. Ya o adam insan kimi bir insan olmayıbdı, ya da o insan çox kasıb bir insan olub. Ki bundan dolayı heç kəs onun meyidin üstünə gəlməyib, onun yasına gəlməyib. Bizdə belə bir lətifə var, istəyərdim bunu sizə danışam. Deyək, bir gün bir nəfər işdən evə gedir, görür ki, cəmaat qaça-qaça gedir. Bir nəfəri saxlayır, deyir, hara qaçırsınız? Nə baş verib? Deyir, adam ölüb. Deyir, kim ölüb? Deyir, ağanın nökəri ölüb. Bu da tez qaçır evə, paltarını dəyişir, götürür ağanın qapısına. Yolda baxır ki, cəmaat təzədən qayıdıb, geri qaça-qaça gəlirlər. Saxlayır, deyirəm, nə oldu? Deyir, ağanın nökərdəymiş, ağanın özü ölmüşmüş. Biz buyuq, neyniyək? Başqa aracımız yoxdur, dostlar. Çox təəssüf. Kasıb olub onun üçün təbliğə yazıb. Varlı olsaydı, çoxları gələrdi. Türk oğlu. Manaf Ağayevi çox tərifləmə, bilmədiyiniz çox şeylər var. Mən burada Manaf Ağayevi təriflədim mi? Bir kəlmə mənim tərifimlə bağlı deyin ki, Manaf Ağayevi təriflədim. Təriflədim mi? Yox. Sadəcə onun açıqlamasını oxudum. Ki bu acı reallıqdır. Bugün necə xalq artisti deyirsə ki, bir xalq artistinin ölüsünün yerdən götürməsinə 5 adam tapılmır və bizim 200-ümüz açır ki, Azərbaycan xalqı budur. Kimin pulu var onun ətrafında toplanır, kimin pulu yoxdur onun yanından qaçır. Mən bunu oxuyuram. Mən bunu demək istəyirəm ki, biz neçə ki düzəlməyəcəyik, neçə ki biz gerçək kişilərə dəyər vermək əvəzinə yalancıq kişilərə dəyər verəcəyik. Bizim aqibətimiz yaxşı olmayacaq. Yerimizdə sayacağıq. Bu qədər. Nəysə, dostlar, sağollaşıram. Sağ olun, sağlıqla qalın, Allah'a emanet olun.